Varikoz xəstəliyində endovaskulyar müalicə üsullarının açıq müalicə üsulundan, yəni açıq cərrahi əməliyyatdan hansı üstünlükləri vardır və ümumiyyətlə bunun mahiyyəti nədən ibarət? Məsələ ondadır ki, bu müalicə üsulları 21-ci əsr müalicə üsuludur. Yəni damar daxilinə lazer işıq ötürücüsünü və yaxud da radio tezlikli dalğaların ötürücüsünü və son vaxtlarda isə və biz bunu Azərbaycanda bir neçə ildir başlamışıq. Sonlara 5-6 ildən öncə NT deyilən metodun vasitəsilə damarın daxilinə biz giririk aparatın altında, Doppler aparatının altında və damarı daxildən koagulyasiya edilir və yaxud ona ablasiya deyirlər. Və bununla da bir deşikdən daxil olub bu problemi həll etmək mümkündür. Açıq üsulda isə təbii ki, biz məcburuq ki, bir çox kəsiklər etməklə damarı xaric edək. Bugün dünyada demək olar ki, açıq üsul istifadə olunmur. Onun istifadə faizi 1%-in altındadır. 99% hallarda isə endovaskulyar müalicə icra olunur. Bu isə Azərbaycanda artıq bizim başladığımızdan bu günə 15 il keçib ki, endovaskulyar müalicə üsulları xalqımızın sərəncamındadır, ixtiyarındadır. Buyurun, gəlin müalicə üsulundan faydalana bilərsiniz.